Hörmətli deputatlar, 2026 Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi aparılıb. Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra qanun səsə qoyularaq qəbul edilib. Gündəlikdə duran ikinci məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası dövründə fəaliyyəti ilə bağlı çıxış edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiya ərzində görülən qanunvericilik işləri, qəbul olunan hüquqi aktlar, vətəndaş müraciətləri və deputat fəaliyyətləri barədə ətraflı məlumat verib. Həmçinin Ali Məclisin nümayəndələrinin ölkə daxili və beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirakı diqqətə çatdırılıb. Deputatlardan Rıza Xudiyev, Elmar Rızayev, Aysəf Orucov və Can Məmmədov çıxış edərək yaz sessiyası dövründə Ali Məclisin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, 28 may Müstəqillik günü və Qurban Bayramı münasibəti ilə xalqımızı təbrik ediblər. Sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və Muxtar Respublikanın bütün sakinlərini qarşıdan gələn 28 may Müstəqillik günü və Qurban Bayramı münasibəti ilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Ardınca Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Ali Məclisin 2026-cı il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.